Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb. Məlumata görə avtomobili idarə edən xanım sözgedən qayda pozuntusunun videosunu öz sosial hesabında paylaşıb. Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdirəsi və inkişaf mərkəzinin rəhbəridir. Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir. Eyni zamanda qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır. Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yol verilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət deyil, həm də azyaşlıların həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədi ilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl edilməlidir, deyə məlumatda bildirilir.